ruhu şad olsun. Doğrudan çox böyük iş görmüşdü. Demək, bizim ağsaqqalımız 20-ci yüzilliyin ədəbiyyatını yaradan deyəndə ki, Teymur müəllim, gözəl ədəbiyyatşünas idi, Teymur Əhmədov. Allah rəhmət eləsin. O, ensiklopedik məlumat kitabını, onu vərəqlədim və tapdım qardaşımızın adını. Sevindim ki, heç olmasa müəyyən məlumata rast gəldim. Üç məlumat mənim diqqətimi cəlb elədi. Birinci məlumat o idi ki, bu adam yardımlıda da olub, dostumuz, demək, yəni mənim yaxından tanıdığım, hörmət elədiyim, ünsiyyət qurduğum insanlardan biri ilə Feyzi müəllimin kəndində doğulub. İkinci informasiya bu oldu ki, Sumqayıtda Politexnik Texnikonu bitirib. Bu da bir ikinci informasiyaydı. Üçüncü informasiya bu oldu ki, bir nömrəli tikinti tesisində əmək fəaliyyəti başlayır və dördüncü informasiya bundan ibarət idi ki, işsizlik şehri. Rast gəldiyim informasiyalar bunlar. Və bunların hamısını analiz, sintez edəndə müəyyən qənaətə gəldim. Birinci, təbiətin qoynundan gələn adamdır. Gözəlliyin qoynundan gələn adamdır. İkinci, təhsil arzusu ilə gələn adamdır və mənim yadıma düşdü. Onun doğulduğu yerləri gəzməyim yadıma düşdü. Yardımlı şəlaləsi yadıma düşdü. Kəndlərində olmamışam. Tutaq ki, Zövün kəndi yadıma düşdü. Tutaq ki, Əsədli kəndi yadıma düşdü. Tutaq ki, Çanaqbulaqda gecə qaldığım yadıma düşdü. O yerləri, tutaq ki, Telavar yadıma düşdü. Tutaq ki, rəhmətli Cavanşir, mənim tələbə dostum. Cavanşir Rəsulov yadıma düşdü ki, o çay yuxarı gecənin bir aləmində mənim ulduzlu ayda bir diyara aparmışdı. Yəni poeziya diyarı. Şairi oradan gəlmədi. Birinci qaynaqdan gəlmədi. İkinci, təhsil məsələsi, Politexnik Texnikum deyəndə, birinci növbədə mənim gözümün qabağında öz əlim canlanır, Meyti müəllim. Mən Sumqayıta gələndə 66-cı ildə Meyti müəllim həmən texnikumun zam direktoru idi, belə deyirlər o vaxt direktor müavini idi, Asifəli direktor idi və mən də onun qardaşı olduğu kimi ora çox gedib gəlmişdim. Sonra qismət elə oldu ki, həmən bina bizim universitetin filologiya fakültəsinin tələbələrinin ixtiyarına verildi və orada da o auditoriyaların demək olar ki, hamısında tələbələrə mühazirə oxudum. Yəni bir qaynaq da oradan gəlmə qaynağı.